Bu gün ben yeni maraqlı suallar yazıp paylaşacağım. Geçen dəfə demişdim integral yazıp paylaşacağım ama belə bu dəfə dedim integral çox yazıp paylaşmışam. Bu dəfə də çox ədələrdən bəzi maraqlı suallar götürüb yazdım. Bizə belə bir çox ədəli verilir. P x minus 4 bərabərdir 2x'in kvadratı üstə gəlsin 3x plus 4. Belə bir çox ədəl verilir bizə. Bizdən soruşur ki, P bərabərdir 1 sual. Yəni P1'in qiyməti bərabərdir sual. Biz bunu çox cür yazarlar. X minus 4'də mən bir T dəyərlər gətirib əvəzlər baxan burada yazıram daha da böyüyür. Amma mən görürüm ki, burada 1 olması üçün yazıram X minus 4 bərabərdir 1'ə. Buradan yazıram X bərabərdir 5'ə. Elə çox əlində, burada yerinə 5 qoysam, P1'in qiymətini tapmış olacağım. Onda biz burada 5 yazanda, 5'dən də 4 çıxanda 1, P1 bərabərdir, amma 1 qoymuruq da burada. Yazıram 2 vurulsun, 5'in kvadratı, üstə gəlsin, 3 vurulsun, 5, üstə gəlsin, 4. Onda biz alırıq 25, 25 vururam 2, 50, 15, 65, o da bərabərdir 69. Demək P1'in qiyməti bərabərdir 69'a. Çox ədələr də çox maraqlı bir bölmədir. Yeni bir belə bir test götürürəm. Buradan ikinci sualı yazıram. Bizə verilir Px minus 3 bərabərdir x'in kubu üstə gəlsin 2x'in kvadratı minus 2 üstə gəlsin a. Burada verib ki, P mənfi 1 bərabərdir 5 olarsa, A bərabərdir sual. Baxın, sualın buna bilsin, biraz yaxşı düşməsin, Melinan yazıram, bacardığım qədər çalışıram, çaydın düşdüm, amma sözlə də deyirəm. Baxın, bizə belə bir çox ədəl verilir. P vurulsun x minus 3 bərabərdir x-in kubu üstə gəlsin 2x-in kvadratı minus x üstə gəlsin A. Olarsa, şərtdə verib mənfi, P mənfi 1 bərabər 5'dirsə, A-nın qiyməti məndən soruşur, yəni burada bizdən A-nı soruşur. Yenə həmin qayda ilə, bax bu ifadə 1 olması üçün yazıram ki, x minus 3 bərabərdir 5'ə, x minus 3 bərabərdir 5'ə, buradan çıxır ki, x bərabərdir 8'ə. Elə biz burada x yerinə 8 qoysaq, x plus 1 dəqiqə üzr istəyirəm, 5'ə yox, heç açdım. X minus 3 üzr istəyirəm, bərabərdir mənfi 1'ə. Buradan da x bərabərdir müsbət 2'ə. Mən x-in yerinə elə 2 yazsam, olacaq mənfi P1. Onda elə burada 2'nin qiyməti yerinə qoyuram. Buradan alıram P, mənfi 1 bərabərdir. Bu qiyməti hesablayıram, roman yazıram, 3'ün kubu, üstə gəlsin 2 vurulsun, 2'nin kvadratı minus 2 üstə gəlsin A. Buradan da bilirəm ki, P1 bərabərdir 5'ə. Bizcə buradan A-nı tapacaq. 2'nin kubu eləyəcək 8, üstə gəlsin 4, 8, çıxılsın 2, üstə gəlsin A, üzərinə gəlsin A bərabərdir 5'ə. Buradan aldıq 14, üzərinə gəlsin A, bərabərdir 5'ə. Onda buradan da A-mız bərabərdir mənfi, demək 9'a. A-nın qiyməti oldu mənfi 9. Demək 8 üstə gəlsin 8, 16, 2 çıxanda 14, üstə gələ bərabərdir 5. A-nın da qiyməti bərabər oldu mənfi 9'a. Bu da çox maraqlı sual edir. İndi növbəti belə bir suala baxırıq. Üçüncü suala baxırıq, o şəkli yazım. Bunu vərəqə yazmışam. Demək P2 belə bir çox ədəl bizə verilir. Vurulsun x plus 7 bərabərdir x-in kvadratı minus 5x minus 6. Demək bərabərdir x-in kvadratı minus 5x minus 6. Bizdən soruşur ki, P E10 bərabərdir
sual. Yəni P10'un qiymətini tapaq. Mən baxıram ki, bu iki dənə çoxədlinin harflı şəklindədir. Ona görə də mən bunu belə yaza bilərəm. Yazıram ki, P vurulsun X vurulsun P X plus 7 bərabərdir. X minus 6 vurulsun X plus 1. Onda buradan görürəm ki, X'i Px bərabər olacaq. X minus 6 götürürəm. Çünki X minus 6 balacaqda X plus 1'dən yəni kiçikdir. Ona görə buradan yazıram ki, Px'imiz maraqlı sualdır. Bərabərdir. X minus 6'ya. Onda Px plus 7'miz də bərabər olacaq. X plus 1'ə. İndi məndən P10'u soruşur. Baxın, buradan P10'u yerinə qoysam, P10 bərabər olacaq. 10 çıxılsın 6, o da bərabərdir 4. Eyni qayda ilə burada da hesablasam, məsələn, Px plus 7'ni məndən soruşur. Px plus 7'dir, məndən Px plus 10'u soruşur. Yəni, bunu yerinə 3 qoysam, olacaq 10. Bu da bərabərdir. Demək, bərabərdir 3 üstəcəlsin 1. Demək, buradan da ya bu da bərabər olacaq 4'ə. Bax, burada da P'nin 10'un qiyməti 4 elədir, burada da 4 elədir. Çox maraqlı bir sual idi. İndi dördüncü sual. Dördüncü sual şəklə baxın. Dördüncü sual da çox maraqlı bir sualdır. Dördüncü sual da çox maraqlı bir sualdır. Bizə belə bir P, X çoxəldisi verilir, bərabərdir. X qüvvətində N plus 12 bölünsün N yazıram indi. X üstü N plus 12 bölünsün N. Üstə gəlsin 5. X üstü N minus 4. Üstə gəlsin 3x'i plus 1. Deyir N'in hansı qiymətində? Bu deyir N'in hansı qiymətində bu ifadə çoxadlı olar və bu ifadə çoxadlı olması üçün N'in ala biləcəyi qiymətlərin cəmi bizdən soruşur. Bu da çox maraqlı sualdır. Yəni deyir bu ifadə çoxadlı olarsa N'in ala biləcəyi qiymətlərin bizdən cəmi soruşur. Bax, mən bunu belə yazıram. Yazıram Px bərabərdir. X, bunun qüvvətini parçalayıram. 1 üstə gəlsin. 12 bölünsün N. Üzərinə gəlsin X üstü. Üzərinə gəlsin 5x üstü. N minus 4 plus 3x plus 1. Baxın, burada N'in qiyməti böyük bərabər 0 olmalıdır. Yazıram 4 minus N böyük bərabərdir 0. N da bərabərdir. N da böyük bərabərdir. N da böyük bərabərdir 4'dən. N 4'dən böyük 4 özü də ola bilər. 4'dən böyük də ola bilər. Həm də burada 12'nin bölənləri olmalıdır. Demək N 4'dür. Tam ədəd verməlidir. Çox ədədin üstü rasyonel ola bilməz. 6 olmalıdır. Bir də 12 özü olmalıdır. Demək, bunların cəmi məndən soruşurdu. Yazıram 4, üstə gəlsin 6, üstə gəlsin 12. O da bərabərdir 22'ye. Bu da belə bir çox maraqlı sualıdır. Sonra gəldik 5-ci sual. 5-ci sual da çox maraqlı bir sualdır. Belə bir sualdır, verilir. Px bərabərdir. Px plus 2 bərabərdir. Belə bir çoxədlidir. X'in kubu çıxılsın. Ax'in kvadratı üstə gəlsin. 4x plus 1 minus 4. Belə bir çoxədli verilir bizə. Buradan Px çoxədlisi
P2 çoxaltısını belə bölmüşük. Bir dənə x-i minus 2'ye. Bizə qalıq verib 0. Bizdən soruşur ki, B bərabərdir sual. Bunlar abdurrahman üçündə biraz maraqlı sualı deyil. Mütləqdə belə şeylər də götürdüm. Yəni, sırf hamısı çətin olmasın da, yəni. Baxıram ki, P2 çoxaltısı x-i minus 2'ye tam bölünür. x minus 2'ye tam bölünürsə, x bərabərdir bu tənliyin ilə kökü olur. Buradan yazıram x minus 2 bərabərdir 0, yəni x bərabərdir 2'ye. Demək, x bərabər 2 olanda bu tənliyi 0'a çevrilir. Bu çoxaltı üzrəsindən 0'a çevrilir. Axı, burada bizə verilir ki, x plus 2 bərabərdir 2 yazıram. Təzədən yazıram ki, x bərabərdir 0. X-in yerinə elə mən P'nin yerinə mən 0 yazsam, elə P2 alacağım. Baxın, burada üzərində gəl var. Onda burada 0 yazıram, promo yazıram. 0 üstə gəlir 2 bərabərdir. X-in yerinə 0 qoyuram. Çıxılsın 0, üstə gəlsin 0, üstə gəlsin buna sabit edək. 4 minus P. Demək, x bərabərdir 0 olduqda, yəni P2'də bu mənə 0 verir. Çünki P2 bərabərdir mənə 0 verir. Onda bax, bu ifadə 0'a bərabər olacaq. B minus 4 bərabərdir 0. Buradan da B'miz bərabərdir 4'e. B'nin qiyməti də tapıldı. Maraqlı bir sual da var. Həqiqətən nisbətən bu biraz çətin həll olan sualdır. Ona görə də bunlar onsuz da videoda olacaq. Məcburən birincini siləm. Birinci yazdığımı silirəm. Lövhə bəstirçələrini mən yazdıqsam, ona görə ola bilsin dəst olduğunu düşər. Bacardığım qədər yavaş-yavaş yazıram ki, aydın düşsün. Yəni, belə. Bax, belə bir maraqlı, çox aydındır. Müəllimlərin iş əqrabında da həmişə bu tipli suallar düşür. Sertifikasiyaya bu tipli suallar düşmür. Amma müəllimlərin iş əqrabında bu tipli suallar düşür. Belə bir P2 çox aydınlısıdır. Baxın, bunu bölür. X minus 2'ye, burada qalıq mənə verir 5, gözəl sualdır. Buradan P2 çoxaltısını təzədən bölür, x plus 3'e, burada qalıqda verir mənfi 20. Bizdən soruşur ki, P2 bölünsün. Bunların hasilində promo yazıb, yəni mən bunu belə də yazırım. X minus 2 vurulsun, x plus 3'e bölsən, bizdən alınan qalığı soruşacaq. Baxın, bu suala mən necə yanaşıram? Bax, bu o deməkdir ki, P'nin yerinə mən 2 yazsam, qalıq 5 olacaq. Bunu uzun da yazıb tapmaq olar. Yəni, çox adın şəklində bir 2 deyərsən, o uzun gedir. Zaten o çox vaxt aparır. Yəni, onu yazmağı məsləhət bilmirəm. Bax, mən belə başa düşürəm ki, P2 çoxaltısını x minus 2'ye böləndə qalıq 5 olur. Onda sən demə, elə P mənfi 2 bərabərmiş mənfi 5'e. Bundan belə başa düşürəm ki, P2 çoxaltısını x plus 3'e bölsən, qalıq axı məndə 20'dir. Yəni, x-in yerinə mənfi 3 yazsan, qalıq olacaq mənfi 20. Yəni, P mənfi 3 bərabərdir mənfi 20. Yəni. Fərz eləyək, burada isə qalır. Bax, bu sualın yerində isə qalığımız olsun. X üstə gəlsin, n bir qalıq verir. Təmədə bilmirəm. Onda mən belə bir dənə yazıram ki, mənfi 2n belə bir qayda var. Üstə gəlsin n bərabərdir mənfi 5. Mənfi 5 belə bir bunun yerdən mənimdə saxlamışam. Demək, mənfi 2 üstə gəlsin n bərabərdir mənfi 5. Buradan yazıram mənfi 3 n üstə gəlsin n bərabərdir mənfi 20'ye. Baxın, bu sistemi həll etmək lazımdır. Bu da çox sadə bir sistemdir. Bunu başa düşmək lazımdır ki, niyə belə yazsın? Bax, məsələn, bunun yerinə biz mənfi 2'ni qoyanda qalıq mənfi 5 olur. Mənfi 3'ü qoyanda qalıq mənfi 20 olur. Məsələn, bunu yaza bilərdim. P x minus 3 bərabərdir. Qx vurulsun, n2 üstə gəlsin mənfi 20.
Oradan da yazıp tapa bilərdim, o çox uzun gedir, yəni o məsləhət deyil. Bunları tərəf-tərəfə çıxıram, bu biraz maraqlıydı, yəni ona görə yazdım. Tərəf-tərəfə çıxanda burada anlam ki, n bərabərmiş 15-ə. Bunları tərəf-tərəfə çıxıram. n bərabər olur müsbət 15-ə, üzrüsündən yuxarıdakından aşağıdakını çıxıram. N'in qiymətini yerinə qoyanda isə n'imiz bərabər olur. N'imiz bərabər olur. 15 yerinə qoyanda mənfi 30. Deməli, yerinə 15 qoyanda burada bir dəqiqə müsbət 2 olmalı. Üzr istəyirəm. Burada mən mənfi 2 götürmüşəm. Çox üzr istəyirəm. Bu müsbət 2-dir. Üzrlü sayın. Olur da yəni hesablamada adam fikir vermir. Yəni bizi izləyənlər üzrlü sayın. Burada demək müsbət 2-ymiş. X-2 sıfıra bərabər eləndə x bərabər olur 2-yə. Bu müsbət 2-dir. Tərəf-tərəfə çıxanda mənə verəcək mənfi 5m bərabərdir mənfi 15-ə. Burada amma müsbət olduğu görə mənfi 3 götürürükdə. M bərabərdir buradan 3-ə. M 3-dürsə, n'imiz, gətir burada yerinə qoyuram 6, üstə gəlsin n, bərabərdir mənfi 5-ə, n'imiz də bərabərdir mənfi 11-ə. N'imiz də bərabərdir mənfi 11-ə, onda həmin o qalır. Bax, həmin buradakı bu qalır olacaq. Demək, 3x minus 11. Aydındır. Olacaq 3x minus 11. Maraqlı sual edir. Burada da üzrünü sayarsınız, mənfi 2 götürmüşüm, amma müsbət 2-dir. Bu nə demək? X minus 2-yə bölünmüşük. X minus 2-yə bölünmüşük, qalıq 5 olur. Demək, Px'in yerinə 2 yazsaq, qalıq mənfi 5 olur. Burada x plus 3-ə bölünmüşəmsə, qalıq mənfi 20-dirsə, yəni mənfi Px'in yerinə mənfi 3 yazanda qalıq mənfi 20-ni verəcək. Bu da bu şəkildə həll olunur. Baxın görün, yeni sual qalırsa, onu da yazaq. Belə bir sual var. Mən indi məcburam ki, bunu da silim. Bunu da siləndən sonra başlayaq. Başqa suallar da var. Bunlar çox aydındır deyil, maraqlıdır deyil, bunları yazdım. Çox maraqlıdır bunlar. Həm də o qədər də çətin deyil də, yəni. Başa düşəndə yazmaq olur. İstəmirəm də, yəni hər dəfə integral düzdür. İntegral bölməsi çox geniş bölmədir. Mən özüm də integral bölməsini həqiqətən də sevirəm. Universitetdə öyrədə yaxşı oxumuşam riyaziyyatınızı. Özüm də 11 universitetdə işləmişəm də müxtəlif kafedralarda. Buradan demək gəlir 5 idi, bu 6 idi. İndi 7-ci bir misal gəlir. Bunlar nömrəsində düz yaza bilmərəm, əsas sualın özüdür. Belə bir sual verilir. X plus demək Px üstə gəlir 2 bərabər bizə verir. 3 üstü x'in kubu üstə gəlsin ax'in kvadratı üstə gəlsin x plus 1. Bizə verib ki, bu tip sualları çox, ona görə yer verirəm ki, bu tip suallar çox düşür. P3 bərabərdir 8 olarsa, bizdən soruşur ki, A bərabərdir sual. Əgər burada Px olsaydı, rahat hesablayacaqlar. Elə 3-ün qiymətini bura qoyub hesablayacaqlar. Axı, burada x plus 2-dir. Burada da P3-ü verir ki, P3 bərabər 8 olarsa, A-nı tapır. Məsələn, bunu da yenə bərxdəkin qaydayla x plus 2-ə bir t deyərəm. Əvəzləyərəm, məsələn, x-i t ilə gətir, burada yerinə qoyarəm, uzun qədər bir şey alınır, səhv deyil. Sadəcə uzun gedir. Amma mən görürəm ki, x plus 2 p elə bir 3 olmalıdır. Ona görə yazıram ki, x plus 2 bərabərdir bir 3 deyirəm. Buradan mən x-imiz bərabərdir bir 1-ə. X-imiz bərabərdir 1-ə. Ondan mən x-in yerinə 1 qoysam, bu olacaq P3 bərabərdir. Bunların hər birinin yerinə 1 qoyuram. Olacaq 3, üstə gəlsin A, plus 1, üstə gəl 1. Çünki x-in yerinə x bərabər 1-ə, burada yerinə 1 qoyanda, burada 1 qoyanda olur P3. Bir tərəfdən də görürəm ki, A üstə gəlsin 5,
4, 5 bərabərmiş B3 nə 8-ə. Onda elə buradan da A'mız bərabərmiş 3-ə. A'nın qiyməti elə 3-müş. Belə rahat yazmaq olar. Belə bir suala baxaq. 8-ci sual. 8-ci sual. P 2 minus 3 x bərabərdir. 2x üstü 7 üzərinə gəlsin 5 x üstü 3 üzərinə gəlsin 2x kvadratı üstə gəlsin 8 olarsa şərtin də hamısını yazıram. Demək P5 bərabərdir sual. Məndən P5'i soruştur. Buradan yaza bilərəm yenə həmin qayda ilə. Yazıram 2 minus 3x bərabərdir bir 5 deyirəm. Buradan görürəm ki x bərabərdir mənfi 1'ə. Mənfi 1 görürəm. Burada gəlir x yerinə mənfi 1 qoysam, elə bu mənə verəcək P5 bərabərdir. Bəzən çaşır burada yerinə 5 yazırlar. Olmaz. X'in qiyməti mənfi 1 olanda bu P5 edir. Burada mənfi 1 qoymalıyım yerinə. Mənfi 1 yerinə qoyan olacaq mənfi 2. Üstü dərəcə təkdir. Burada da olacaq mənfi 5. Burada kvadrat olacaq müsbət 2. Üstə gəl 8. Bu eləyəcək 10. Müsbət bu da mənfi 7 bərabər olacaq 3'ə. Bizi izləyən dəyərli müəllimlər, bugünlük bu qədər. İnşallah növbəti dəfədə maraqlı suallarla yazıb paylaşacağım. Bugünlük bu qədər. İndi lövhədə biraz aydın düşmürsə üzürlü sayarsınız. Biraz yəni tamaşırla yazıram. Yəni üzürlü sayarsınız. Bacardığım qədər çalışıram ki, səliqəli yazım. Bugünlük bu qədər. Çox sağ olun.